Ümumi balın 200-dən aşağıdırsa, blok imtahanında 100 baldan aşağı toplamısansa, bəzi ixtisas qruplarında seçim edə bilməyəcəksən. Birinci ixtisas qrupunun riyaziyyat informatika alt qrupunda 150 ballıq ixtisaslar yoxdur. Üçüncü ixtisas qrupunda da şans çox aşağıdır. Bu isə həmin qrupda balların yüksək olması və həmçinin 150 ballıq ixtisasların sayının az olması ilə əlaqədardır. Təcrübəli biri kimi sizə deyə bilərəm ki, nəticənizə uyğun ixtisas seçməyiniz məsləhətdir. Əgər bu informasiya sizin üçün faydalı oldusa, bəyənin və abunə olun ki, imtahanla bağlı heç nəyi qaçırmayasınız. Sabah yeni bir imtahan xəbəri ilə gələcəyik. Bizimlə qalın.